Əvvəla hər kəsi salamlayıram. Allah dünya axirətimizi xeyirli eləsin. Allah günahlarımızı xanım Zəhra salamullah aleyhanın hörmətinə bağışlasın, hifz eləsin inşallah. Qur'ana qulaq asarıq, dinləyərik. Oxuyanların, qulaq asanların özlərinin, ailələrinin, balalarının canının salamatçılığına, dünyasını dəyişənlərimizin ruhlarının şadlığına Muhammed, Ali Muhammed'i yad edib salavat zikr edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَالشَّمْسِ وَضُحَاهَا وَالْقَمَرِ إِذَا تَلَاهَا وَالنَّهَارِ إِذَا جَلَّاهَا وَاللَّيْلِ إِذَا يَغْشَاهَا وَالسَّمَاءِ وَمَا بَنَاهَا وَالْأَرْضِ وَمَا طحاها ونفس وما سواها فألهمها فجورها وتقواها قد أفلح من زكاها وقد خاب من دساها وقد خاب من دساها كذبت ثمود بطغواها كذبت ثمود بطغواها إذ انبعث أشقاها كذبت ثمود بطغواها إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله وسقياها فقال لهم
رسول الله ناقة الله وسقياها فكذبوه فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها ولا يخاف عقباها بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر صدق الله العلي العظيم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات سجده Canı istəyəm canım sənə qurbanam oğli qurbanam oğli tez gəl gözüm bağla oxi Qur'anam oğli Qur'anam oğli can istəyəm canım sənə qəbrində deyəsən inşallah bəqidə deyəsən inşallah gəl gözüm bağla oxi Qur'anam oğli Qur'an her sende bir gün olmadım dünyada değil şahit geldi ecel oldum gamu muhnattan azar ey genci ehsan haneyi ehsanına bayad Kur'an'ım oğli Kur'an Yanam Hüseyin'in haline kalbimde heyret Yanam Hüseyin'in haline kalbimde heyret Neylim alimden çaremi aldı bu ümmet Aşkım olup carize bir tağut Selbeyleyip aramimi efşan Kur'an'ım olayım Men ağlaram ahvalı bir daha Hüseyin'e Men ağlaram Ali ahvalı
bir də Hüseynə. Sən ağlama ey şahidin, mən dil həzinə. Qəsb oldu haqqın, baxdılar əhl-i Mədinə. Məclisimiz inşallah devam edir. Allah qəbul eləsin ki, bacılar, qardaşlar xidmət göstəriblər, maddi, mənəvi ehsanatlar eləyirlər. Allah Teala ali dərəcədə qəbul eləsin və Allah Teala ciblərinə, mallarına, övladlarına bərəkət versin inşallah. Bu yolda hər növ ilə xidmət göstərən bacı qardaşlarımızdan Allah razı olsun. Gözəl üstadlarımız inşallah ki, məclisimizi münəvvər eləyəcəklər. Allah Teala onların vücudların yerin göyün bəlasından hifz eləsin. Allah Teala onların nəfəslərinə bərəkət versin. Allah siz əzizləri, əziz möminləri həmişə dəyərli eləsin inşallah. Xanım Fatimə-tü Zəhranın yanında. İnşallah ki, sözü veririk və dəyərli üstadımız Hacı Gülağa qardaşımıza. Allah onun vücudunu bir bəla eləsin. Belə məsləhət gördülər. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdem min lisani yefkahu qavli. Sadakallahul aliyyul azim. Allah Teala bu mübarək gecəni hər birimizə xeyirli, bərəkətli etsin inşallah. Xanım Fatimə Zəhra əleyhissalamın şəfaətin bizlərə nəsib etsin inşallah. Bu gecə bilirik ki, əziz Peyğəmbərimizin ürəyinin parçası Xanım Fatimə Zəhra əleyhissalamın şəhadət gecəsi münasibəti ilə cəm olmuşuq. Artıq 20 gündür. Bəzi tarixlərdə 75 gündən sonra, bəzi tarixlərdə 95 gündən sonra Peyğəmbərimizin vəfatından sonra Xanım Fatimə Zəhra əleyhissalam şəhadətə yetib və bu günləri 20 günü bir fürsət bilib, bir qənimət bilib özümüz üçün axirət azuqəsi yığırıq. Əslində bu məclislər Xanım Fatimə Zəhra əleyhissalamı yad etməklə özümüz üçün bir sərvət, bir xəzinə, bir ilahi təqva azuqə yığırıq ki, qiyamət günü bizlərin köməyinə çatsın. Çünki qiyamət günü Fatimə Zəhra əleyhissalamın eşqi, məhəbbəti, şəfaəti olmadan heç bir nicat, heç bir xilas yolu yoxdur. Çünki sıratın başında olanlar da onlardır. Əraf surəsi var, Ərafda dayananlar da onlardır. Mizan tərəzisinin kənarında olanlar da onlardır. Kövsər suyunun başında olan da onlardır. Yəni onların məhəbbəti olmadan nə o sırat körpüsündən keçmək olar, nə o hovuzun kənarında cənnət suyundan içmək olar. Çünki Həzrət Peyğəmbərimiz buyurur, mənim əhl-i beytimə sevgi, məhəbbəti olmayan insan 1000 illik məsafədən cənnətin qoxusunu belə dada bilməz. Onun üçün cənnət istəyən insan bu yolda, bu əhl-i beyt yolunda getməli, onları sevməli və öz sevgisini təkcə dildə yox, əməli surətdə də izhar etməlidir. Çünki Quran-ı Kərimdə olan məvəddət digər sevgilərdən fərqlidir. Sevgi deyəndə insanın qəlbində olan məhəbbətdir. Məvəddət isə dildə deyiləni bədən üzvləri ilə icra etməyə deyilir. Allah Teala da bizdən məhəbbət istəmədi Quran-ı Kərimdə, əhl-i beytə məvəddət istədi. Yəni qəlbində sevirsən çox gözəl, onu həyatında da tətbiq edib icra etməlisən. Buna da Quran-ı Kərim məvəddət adlandırdı və Peyğəmbər sallallahu Xanım Fatimə Zəhra əleyhissalam haqqında buyurduğu cənnət xanımlarının seyyidəsi. Birinci buyurmuşdu ki, dünya xanımlarının seyyidəsi. Dedilər, ya Rasulullah, dünya xanımlarının seyyidəsidir Fatimə Zəhra. Peyğəmbər sallallahu bu şübhəni aradan qaldırmaq üçün insanlar fikirləşər ki, dünya xanımlarının seyyidəsidir. Dedi, təkcə dünya xanımlarının seyyidəsi yox, cənnət xanımlarının da seyyidəsidir. Yəni, çünki Fatimə Zəhra əleyhissalamın nə dünyada, nə axirətdə bir bənzəri olmayan bir xanımdır. Huriyyə, insiyyədir. Yəni, insan formasında olan huridir Xanım Fatimə Zəhra əleyhissalam. Onun üçün Xanım Fatimə Zəhra əleyhissalam Peyğəmbər şəhadətindən sonra vilayət nurunu uğrunda canından keçdi. Allah Quran-ı Kərimdə Şəms surəsi vardı. Allah Teala buyurur, və şəms və duhaha vəl-qamari izə tələha vəl-nəhəri izə cəlləha vəl-leyli izə yaxşaha
Allah Teala Quran-ı Kərimin Şəms surəsində, Şəms birli Günəş surəsidir. Bunu irfana, ariflər təfsir edəndə günəşi, and olsun günəşə və onun nuruna, günəş Həzrət Peyğəmbərimizdir. Və şəmsi və duhaha. Günəş Həzrət Peyğəmbərimizin nuru və l-qamari izə tələhə. O günəşin ardıca gələn aya and olsun. Günəşin ardıca gələn də Həzrət Əleyhisselamdır ki, bilirik, ay öz nurunu günəşdən alır. İmamət də öz nurunu nübüvvətdən alır. Və ardıca buyurur, və nəhəri izə cəlləhə, and olsun, işıq saçan gündüzə və imamət nuru da insanların qəlbini, həyatını o cür nurlandırır. Ardıca buyurur, and olsun o gündüzü örtən gecəyə, hansı ki o imamətin haqqını tapdalayan insanları Allah Teala burada nəzərdə tutur. Görür ki, Quran-ı Kərim Əhl-i Beyt haqqında ayətlər, hədislər çoxdur. Məclisimizdə gözəl ustadlar, alimlər vardı. İnşallah onları muizə edəcəklər. Mən sadəcə olaraq bir baş sağlığı olaraq sizlərin qarşısına çıxdım. Allah Teala bu əzəmətli gecəni hər birimizə xeyirli, bərəkətli etsin. İnşallah öz gözəl söhbəti ilə məclisimizi Hacı Emil qardaşımız nurlandıracaq. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Alihi't teyyibin't tahirin'el ma'sumin. Amma ba'd, qâlallâhul hakim fi kitabih. Ve libâsut takva zâlike hayr. Sadakallâhul aliyyul azim. Əziz və dəyərli müminlər, sizlərin hər birinizin bu gözəl nurani məclisdə, bərəkətli məclisə salamlayıram. Hər kim məclisdə əziyyəti, zəhməti var. Allah qiyamətin günündə xanım Zəhranın şəfaətindən məhrum etməsin inşallah. Quran-ı Kərimdə ayətlər içərisində maraqlı bir ayə var. Biz hamımız eşitmişik ki, Allah Qur'anı nazil edib, Allah dəmiri nazil edib, yəni göydən endirib və bu məfhumların barəsində Allah nəzələdən, inzaldan, yəni emmək feilindən belə desək, istifadə edib öz dilimizdə desək. Yəni, bu da ona dəlalət edir ki, dəmirdir, Qur'andır, yerin məhsuludur, göylər aləmindən yerə nazil olub gəlib. O cümlədən Allah təbarəkə və təala Qur'an-ı Kərimdə insanın geyiminə işarə edir və insanın geyimi barəsində də deyir, ey Adəm oğulları, ey bəni Adəm, biz sizə libas nazillədik. Mənası budur ki, yəni libas düzəltmək, tikmək, hazırlamaq elmini biz sizə nazil elədik. Libas insanın eybini örtməkdən ötəridir. İnsan libası geyinəndə cisminin eyblərini örtmüş olur. Amma bir libas da var ki, Quran o libasın barəsində buyurur ki, və libasut təqva zâlikə xeyr. Düzdür, biz sizə libas göndərmişik ki, siz əynünüzə giyinəsiz, eybləriniz örtülüsün, abırdır, həyadır, ismətdir libas. Amma bir dənə libas da var, o cisimdən ötəri deyil. O ruhun libasıdır. Quran və libasu təqva zâlikə xeyr. Təqva libası çox nədir? Xeyirlidir. İstər cismin libası ola, istər ruhun libası ola, anlam qeyd elədiyi budur ki, insanın abrı həyasıdır. Necə ki, cismin libası insanın cisminin eyblərini örtür, ruhun libası ruhun üzərinə bir pərdə çəkir, o təqva libası insanın
müəyyən eyiblərdən, pis rəftarlardan saxlayır. Əlbəttə ki, cismimizə geyindiyimiz libas və sair bunu bazardan, dükandan və sair almaq mümkündür, amma təqva libasını bəs necə? Cismin libasından ötəri biz müraciət edəcəyik dərziyə ki, mənə libas tik. Bəs cismin, ruhun libasından ötəri neyniyək? Onu necə əldə eləyək? O təqva libasını. Şairin gözəl bir sözü var. Buyurur ki, əməl bir dərzidir, əməl bir parçadır, mələklər dərzi. Əməl bir parçadır, mələklər dərzi, dərk eylə doğrunu sünnəti fərzi. Əməl bir dənə parçadır. Biz əməllərimizi təqdim edirik göylər aləminə. O təqva libası bizim üçün mühəyya olur, hazırlanır və bir gün görsən mələk sənə təqdim edir təqva libasını, geyinirsən əynüvə. Və bu libası hardansa almaq mümkün deyil. Buna təqva libası deyirlər. Həzrəti Əli əleyhissalam baxdı, gördü ki, xanım Zəhra əleyhissalam əziyyət çəkir ev işlərində, təkdir, tənhadır. Dedi, xanım, bəlkə Allah Rəsuluna müraciət eləyəsən, bir xidmətçi ayıra, o xidmətçi sənə kömək eləyə. Dedi, xanım Zəhra gəldi atası Rəsulullahın yanına. Dedi, ata ya Rəsulallah, vəziyyət budur, bəlkə bir xidmətçi təyin eləyəsən. Bunu eşidəndə Həzrət Peyğəmbər əleyhissalam buyurdu ki, qızım Fatimə, mən sənə bir şey verəcəyəm, demə bir şey öyrədəcəyəm. Mən sənə bir şey verəcəyəm, o xidmətçidən, dünyada olanlardan daha yaxşıdır. İstəyirsən? Xanım Zəhra dedi, ata ya Rasul, əlbəttə ki istəyirəm. Nə diyor? Dedi, namazdan sonra, hər namazdan sonra 34 dəfə Allahu Əkbər, 33 dəfə Elhamdülillah, 33 dəfədə Subhanallah denəm. Bu xadimdən, hər şeydən üstündür. Biz namaz qılırıq. Görsən ki, məsələn, şəri məsələlərdə müəyyən rəqəmlər qeyd olunub. Məsələn, görsən, səzdə 2 rəkətdir, niyə 3 deyil? Bəzən adam bu niyəni eləyir. Niyə 3 deyil? Məsələn, deyək ki, rükü bir dəfədir, nə bilim, və sair və ilaxır. Gedirsən Kəbənin ziyarətinə, görürsən ki, 7 dəfə təvaf eləməlisən, sol tərəfin düşməlidir Kəbənin istiqamətinə. Bu niyələr bəzən bizim başımızı da xarab eləyir. Tapa bilməyəndə narahat oluruq. Doğrudan da insanda bir sual yaranır ki, niyə görə xanım Zəhraya Peyğəmbər əleyhissalam bu zikirləri öyrədir və zikirlər müəyyən rəqəmlərlə məhdudlaşıb. Daha 35 eləyənməzsən. Niyə belə məhdudlaşıb? Böyük İslam alimi Əbdülkərim Hairi arif insanlardan olub, ustaddır. Həmən bu adama sual eləyirlər, bu alimə. Deyirlər ki, niyə görə təsbihat-ı ərbəə 34-dir, 33, 33-dir, bunun mənası nədir? Yaxşı bir dənə cavab verib. Deyir ki, o rəqəmlər məna aləmində hər hansısa bir xəzinənin, gənciyinənin, xəzinənin xəritəsidir, sxemidir. Qədim dövrlərdə, mən alimdir, qədim dövrlərdə bir xəzinə bastırarlar, xəzinəyə xəritə sxem təyin eləyərdilər. Məsələn, deyək ki, getməlisən filan dağın yanına, onun sağ tərəfində bir daş var, o daşdan
50 metr o yana, sonra bir sol tərəfə 5 metr gedib çıxırsan xəzinəyə. İndi əgər ustad deyir, bir addım ya 5 addım səhv eləsin, o zaman nə olacaq? Xəzinənin yerini tapa bilməyəcəksən. Deyir, bunu 34'də 34 deməlisən. Çünki məna aləmində, bu dünyadan başqa bir məkanda xəzinədir, onun belədirsə sxemidir, xəritəsi, kodudur. Bunu nə artıq deyə bilərsən, nə əssik. İstəyirsən Qur'an ayələrinin, dinin, Qur'anın, əməllərin mahiyyətindən xəbərdar olasan, sirlərindən xəbərdar olasan, gərək Peyğəmbərlə, əhl-i beyti ilə əlaqə kəsməyəsən. Baxın, Səlman-ı Farsi, bunu deyim, zəhmətim tamam. Səlman-ı Farsi bir gün gəldi, gördü ki, xanım Zəhra əleyhissalam əyləşib Qur'an oxuyur. Qabağında da bir dənə dəyirman var. Baxdı, gördü, xanım Qur'an oxuyur, dəyirman da öz başına hərrənir, dolanır. Bir kəramətdir xanım Zəhra kəramətlərindən. Təəccüb elədi. Gəldi Peyğəmbərin yanına, dedi, ya Rasulallah, mən bir əzib şey görmüşəm, qeyri-adi bir kəramət görmüşəm. Nə görmüsən? Kimdən görmüsən? Dedi, xanım Zəhrada. Əhvalatı danışanda, dedi, Peyğəmbər, dedi ki, Səlman, narahat olma, burada qeyri-adi bir şey yoxdur. Zəhranın imanının, agahlığının, əməllərinin qarşılığındadır. Allah ona bir mələk təyin eləyib, müəyyən işlərdə ona əl yetirir, ona kömək eləyir xanım Zəhraya. Bəs onda adamda sual yaranır ki, xanım Zəhra, digər məsum imamlar və yaxud da ki, hansısa bir onların yolun gedən arif insanlar, övliya olan insanlar necə olub bu şeylərə, bu kəramətlərə yol tapıblar? Cavab budur. Görürsən, hələ bir dənə təsbihat-ı ərbəədə, bir dənə xəzinəni əgər mərifətlə eləsin, Əbdülkərim Hairi sonda bu sözü deyir, bu sözdən sözümü tamamı. Deyəcəm, mərifətlə eləsin, bir gün görəcəksən ki, sənə hədiyyə veriblər. Müəyyən sirrilər sənə agah olub. Bugünkü biz bu məclisə gəlmişik, iştirak edirik. Bu məclisdə böyle bir bərəkət var. Çox təəssüf ki, biz bəlkə o bərəkəti duya bilmirik. Mən birinci özümə bunu deyirəm. Burada nələrsə var, bizim gözümüzün xaricində qaldı. Amma biz çalışmalıyıq ki, növbəti bir məclisdə, növbəti bir belə bir məclisdə bir qeyd elədik, ustadların nurani məclis, o nuru görmək əzmi ilə gəlib məclisdə iştirak edir. Onun ötürü nə etmək lazımdır? Ondan ötürü əməlləri gərək düzəldəsən. Allah razı olsun inşallah. Əziz qardaşımızdan inşallah salamətliyinə ötəri Muhammed Ali Muhammedə salavat deyək. Nökərəm, nökər və Fatimə can, nökərəm, nökər və Fatimə can, susuzam Kövsər və Fatimə can, susuzam Kövsər və Fatimə can. Ben buradan görürəm, hamı demir. İnşallah bəqidə deyəsən. Susuzam Fatimə can, susuzam Kövsər və nökərəm, nökər və Fatimə can, nökərəm, nökər və Fatimə can, susuzam Kövsər və susuzam Kövsər və
Mustafa'nın o gülün o bersen. Sen vilayet şahının yaversen. Sen vilayet şahinin yaversen. Can feda Sencer ve Fatime can. Can feda Sencer ve Fatime can. Nökerem nöker ve Fatime can. Susuzam Kevser ve Susuzam Kevser ve sen yol bir imamın anası. Ağladar alemisinin yarası. Ot vurublar derve Fatime can. Ot vurublar derve Fatime can. Nökerem Nökerem Fatime can. Susuzam Kevser ve Nökerem nöker ve Fatime can. Nökerem nöker ve Fatime can. Nökerem Fatime can. Susuzam Fatime can. Ustadımız, ilahiyatçımız, alemimiz, Hacı Azer kardeşimiz öz elmiyle inşallah öz mucizesiyle, hutbesiyle inşallah mucize edip hutbe edip inşallah meclisimizde daha da değerli eləyər. Allah dünya ahiretin xeyir dilesin. Allah ilmine bereket versin. İnşallah bu niyete salavat zikirde. Allahümme salli ala. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Muhammed ve alihi teyyibinat tahirin. Ve lanatullahi ala adaihim ecmain amma ba'd. Değerli müminler, evvela zamanı imamı başta olmaqla cəmən Peyğəmbər qızı xanım Fatime Zəhra salamullah aleyha sevənlərə, müsəlmanlara dərin hüzünlə baş sağlığı ərz edirik. Allah bu əzadarlıq günlərini qəbul eləsin. Eləcə də bu məsciddə və digər məscidlərimizdə hacı başda olmaqla bu mövludların, şəhadətlərin təşkil olunur. Allah cəmən bu təşkilatçılardan da razı qalsın, Allah qəbul eləsin. Amma məxsusən mən bu iştirak edənlərə təşəkkür edirəm. Xoş halınıza ki, bu günlərə buradasınız. Məscidin bu günlərin zinəti sizlər olmasaz bir fayda olmaz. Allah bu xeyir əməlləri sizlərdən qəbul eləsin. Ustadlar olan yerdə inşallah muizə eləməyəcəm. Allah elmlərinə bərəkət versin. Gözəl bilirsiniz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra xanım Fatime Zəhra salamullah aleyhanın, Həzrət Ali aleyhissalamın çox əzab əziyyətləri oldu. Hətta o yerə çatmışdı ki, Peyğəmbər qızına Mədinədə qapı açmırdılar. Ustadlardan bu cür eşitmişəm ki, bir günləri çağırdığı Salmanı, çox hörmət, izzətlə gəldi. Dedi, Salman, darıxırdım, bax yine, Peyğəmbər qızı darıxırdı. Gör, hası bir vəziyyət idi. Ustadlar danışdı, təkrar eləmək istəmirəm. Bəli, deməli, Peyğəmbər qızı bugün də darıxdığı, sevdiyi insanlar inşallah buradadır. Allah bu əzadarlığı qəbul eləsin. Allah cəmən hər kimdən o Qur'an buyurur ki, Peyğəmbər əhl-i beyti pakdır, daxilən, zahirən bütün eyiblərdən, nöqsanlardan uzaqdır. Bu paklığın
ətrafında cəm olublar. Allah hər nöhə duaları var, inşallah müstəcəb eləsin. Allah qəbul eləsin. Allah bu əzadarlığın qəbulluğuna, Allah yanında inşallah əzadarlıq eləyən insanların da inşallah dünya və axirət xeyir nəsib olmasına salavat zikr eləyək. Allahumma salli ala. Allah razı olsun, Allah köməyiniz olsun, Allah sizi var eləsin inşallah. Allah bu qapıda hamımızı inşallah əziz eləsin inşallah. İftixardır ki, bu qapıda Pərverdigar aləm bizləri sabit qədəm qərar versin inşallah. Allah an verək onun izzət-i cəlalına, xanım Fatımə-i Zəhranın ki qapı yandırdılar. Xanım Fatımə-i Zəhra səsləndi ki, ya Əba Salih ədrikni. İmam-ı Zaman səni çağırdı nənən Zəhra. Allah an verə onun izzət-i cəlalına, Pərverdigar aləm İmam-ı Zaman əleyhissalamı görməmiş bizi bu dünyadan aparmasın. Onun zuhurun bizlərə nəsib eləsin inşallah. Hörmətli və dəyərli üstadımız, əzizimiz, qardaşımız, axundumuz Hacı Rauf qardaşımıza inşallah söz veririk. Allah onun vücudunu bir bəla eləsin. Hacımızın səlamətliyinə ötəri və əziz və dəyərli qardaşlarımızın, möminlərin və möminələrimizin səlamətliyinə ötəri dünyasını dəyişən valideynlərimizin ruhları şad olsun. Şəhidlərimizin ruhları şad. Muhammed və Ali Muhammedə salavat deyin inşallah. Ayaq üstə bir İmam Zaman ağanın bir duasını oxuyaq. Sizdə bir enerjimizdə bir irəliləyiş olsun inşallah. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyekal Haccet ibnil Hasan Selavatuke aleyhi ve ala abai fi hazihi saati ve fi kulli saat veliyen ve hafizan ve gaiden ve nasiran ve delilen ve ayna hatta tuskinehu arzeke tev'a ve tümetiyehu fiha tebila birahmetke ya erhamer rahimin. Allah Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel âgibatu lil muttaqin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tebibil kulubina ve şefi'iz zunubina Ebel Qasim Muhammed sallallahu aleyhi ve aleyhi teyyibina tahirin ve lanetullahi ala edeyhim ecma'in min alana ila qiyam yevmiddin emma ba'd qalallahu tebarek ve teala fi kitabihil kerim Bismillahirrahmanirrahim İhdina sıratel müstakim Sadakallahul aliyyul azim Rabbi şrah li sadri ve yessir li emri ve hulul uqdatan min lisani yefkavu qavli. Əziz və dəyərli azadarlar, xanım Fatımə-i Zəhra salamları hanım məclisinə gələnlər, imamlarımıza, məxsusən İmam Zaman ağa başlı olmaqla baş sağlığına gələnlər, Allah hər bir bizdən razı olsun. Dünənləri, cümə günü kifayət qədər söhbətimiz oldu, moizəmiz oldu, danışığımız oldu. Amma söhbətimiz əsnasında qeyd elədik ki, xanım Fatımə-i Zəhra bir dəryadır, bir ümmandır, bir dahidir. O dəryanın içi doludur ləl, cəvahiratla. Nə qədər o dəryanın dərinliyinə daxil olursan, o qədər ləl cəvahiratların artdığını görürsən. Və neçə günlər davam etsə belə, illər belə davam etsə, xanım Fatımə-i Zəhra salamlı əleyhadan, onun həyatından, onun şənindən biz danışsaq, bitməz ki, bitməz. Çünki kavtardır, tükənməyən, bitməyən bir çaydır.
bir dəryadır. Və niyə xanım Fatimə Zəhra salamullah əleyha, niyə imamlar, niyə məsumlar bu qədər yad olunur, zikr olunur, xatırlanır, tükənmir ki, tükənmir. Çünki onlar həm yer aləmində hörmət, izzət, məqam sahibidirlər, həm də göy aləmində, mələkut aləmində. Bir qısa eşitdiyimiz, bildiyimiz namaz mehrabında xanım Fatimə Zəhra salamullah əleyha namaz qılanda işıq saçardı, nur saçardı, bir günəş kimi, gecəlik ay kimi, parlaq ulduzlar kimi. Mələklər, biz necə göy aləmində günəşin parıltısını görürük, ayın parıltısını, ulduzların parıltısını, o şəkildə xanım Fatimə Zəhra salamullah əleyha mehrabda olanda onun işığın, nurunu görürdülər. Xoş, o adamın halına ki, yerdə yox, orada məqamı var. Biz, bu məclislər bizi o məqama, yüksək məqama, o kamillik məqamına aparmaqdan ötürüdür. Bu alim gəldi, danışdı, Mərsiyəxan danışdı, ehsan verildi, verilmədi. Sizin ki, burada əyləşməyiniz 1 saat, 2 saat, bilmirəm, sakir, sükut, ədəb, əxlaqla bunun qiymətin dərəcəsini heç bir maddiyyatla almaq olmaz. Babalarımız, nənələrimiz bu məclislərin həsrəti ilə gediblər. Məsciddə əzadarlıq nədir? Məsciddə 14 məsum xanım Fatimə, cəmaat namazı nədir? Ustadlar mənə deyirdi ki, biz o vaxtı şəri məsələ öyrənəndə cəmaat namazı bəhsini öyrənmirdi. Çünki orada cəmaat namazı qılınırdı. İndi məsciddə cəmaat namazı qılınır. İndi məsciddə ibadət, itaat, bu bir nemətdir və illa da ki, məsciddə biz bugün xanım Fatimə Zəhra salamullah əleyhanı təvəssül edirik. Allah Teala nə buyurur? Deyir ki, Bismillahirrahmanirrahim, fətəbərəkallahu əhsənul xaliqin. Allah özünə əhsən harda deyib? O yaratdıqların içində xanım Fatimə Zəhra, Peyğəmbər Rəsulullah, imamlara və məsum insanlar, günahsız insanlar, möminlər, təqvallar üçün deyib ki, əhsənul xaliqin. Xanım Fatimə Zəhra salamullah əleyhanın mövludu mübarək bir mövlud olub. Onun dünyaya gəlməsi möcüzəli bir mövlud olub. Sirli olub, bərəkətli olub. Ömrü çox qısa olub, 18 yaş. 19 yaş, 20 yaş, fərq etməz. 23 bəzi mənbələrdə keçir. 18, mütləq əksər 18 yaş deyirlər. Xanım Fatimə Zəhra salamullah əleyha 18 il ömründə elə bir məqama gəlib çatıbdır, yüksək bir məqama çatıb, zirvəyə çatıb ki, onu heç kəs fəth edə bilməyib. Bir hədis var. Deyir ki, sən olmasaydın heç bir şey yaratmazdı. Sıradan bir hədis deyil. Bəzi deyirlər ki, mənbəsi hardadır, var, yoxdur. Elə bu məclislərin keçilməsi, onun yad olunması, zikr olunması özü ona bir dəlalətdir. Hər bir bərəkət, hər bir xeyir xanımın üzərində qurulubdur. Şəhadəti müəmmalı, gizli, nə mənada? Qəbri gizlidir bu günə kimi. Bu, hər bir işi bir mesajdır. Bax, mövludu bir mesajdır. 18 il ömür sürməsi bir mesajdır. Qəbrinin gizli qalması bir mesajdır. Yəni, insanlar düşünsünlər, fikirləşsinlər ki, necə olur bu? Niyə görə budur? Hamısı bugün o suallar ki verirlər. O sualların cavabı xanımın həyatında, mövludundan, yaşının 18 olması, qəbrinin gizli olması, Peyğəmbər Rəsulullah sallallahu aleyhi ve sellemdən sonra ən tez Peyğəmbərə qovuşan. O ki, deyirlər ki, Peyğəmbərimiz son nəfəsində gəldi, xanımla bir danışıq oldu. Soruşurlar ki, niyə təbəssüm elədin, niyə ağladın və yox, niyə ağladın, niyə təbəssüm elədin? Deyir ki, ağlayırdım ona görə ki, atamdan, Allah Rəsulundan, aləmlərə rəhmətdən, o bizdən ayrılır. Deyir, bəs təbəssümvə səbəb nə oldu, sevincivə səbəb nə oldu? Dedi ki, qızım, bu əhl-i beytdən mənə ilk qovuşan yaxınlarımdan sən olacaqsan. Yəni, bayağı qeyd elədilər, 75 gün, 90 gün, 95 gün. Bundan artıq heç yerdə yoxdur mənbədə. Bu özü də bir mesajdır, xanımın Peyğəmbər Rəsulullah sonra tez getməsi, şəhid olması. Peyğəmbərin şəhadətindən sonra bilirsiniz ki, xanım Fatimə Zəhra salamullah əleyha ağlayırdı, göz yaşı tökürdü, gecələr, gündüzlər ağlayırdı. Deyir ki, bəzən ağlamağa Bəqi qəbirstanlığına gedirdi. Bəzən ürəyini boşaltmaq üçün ağlamağa Həmzə Seyid-i Şühadanın qəbrinə gedirdi, onu ziyarət edirdi.
O ki, deyirlər qəbristanlıq ziyarəti, ölüləri ziyarəti. Yox, o mənada yox. Onların gedişinin başqa bir mənası vardır, fəlsəfəsi vardır, məntiqi vardır. Bəqi qəbristanlığında getməyinin bir mənası vardır, Həmzə Seyid-i Şühadanın ziyarətinə getməyinin bir mənası vardır. Alimlər deyirlər ki, yəni xanım Fatimə Zəhra salamlı əleyha sanki Həmzə Seyid-i Şühada kimi bir insan axtarırdı. Cəfər-i Təyyar kimi bir insan axtarırdı ki, Əli İslamın yanında olsun. Beytül Əhsan, bir ağlamaq evi, hüzn evi xanım Fatimə Zəhra salamlı əleyha üçün düzəldiblər. Bu bir mesajdır ki, xanımın ağlamağı ətrafdakıları, qonşuları narahat edirdi. Dedilər ki, buna deyin ya gündüz ağlasın, ya gecə. Ağlamağı da çox bildilər ona. Bu az gün, bu 2 ayın içində belə deyək. Və onun üçün bir hüzn evi tikdilər. Aləmlərə rəhmət olan Peyğəmbərin qızı üçün, xanım Fatimə Zəhra salamlı əleyha üçün Peyğəmbərimizdən sonra hüzn evi tikdilər. Hansı ki, bayaq qardaşımız qeyd elədi, dedi ki, məhəbbət, sevgi, dedi, mən əhl-i beytimə istəyirəm. Amma Əli İslam məcbur oldu, onun üçün bir hüzn evi tikdi. O insanlar ki, xanımın ağlamağına dözə bilmirdilər. Etiraz edirdilər. Xanım Fatimə Zəhra salamlı əleyhanın bütün çalışmaları, bütün etdiyi hərəkətlər, bütün dediyi sözlər, davranışı, bu həyatı 18 ili və ömrünün sonu tək Peyğəmbərin ayrılığına görə deyildi. Həm də imamət məsələsi, vilayət məsələsi, xilafət məsələsi onun bərqərar olması üçündür. Onun mesajını bizə göstərirdi ki, burada da bir haqsızlıq var. Bəzən fədəki deyirlər ki, xanım Fatimə Zəhra salamlı əleyha fədək istədi, fədəki vermədilər, fədəkə görə etiraz edildi. Bir Peyğəmbər ki, bu insanları hidayət edib, bunlara min bir əziyyət, əzabla, bunları cəhalətdən çıxardı. Yəni, fədəkin, o ki, gəldilər Peyğəmbər Rəsulü Xudaya buyurdular ki, sən bu Peyğəmbərliyin müqabilində nə istəyirsən? Allah Rəsulü nə buyurdu? Dedi ki, Allah da buyurdu ki, bunun müqabilində əhl-i beytimə məhəbbətdən başqa bir şey istəmirəm. Nə qədər mal var, dövlət, sərvət təklif elədilər, onlar mal var, dövlət, sərvət arxasıca gedən deyirdilər. Fədəki də vermədilər. Onun da verilməməsi və xanımın onun tələb etməsi, o da bir mesaj idi. O da bugünkü gün insanları düşündürmək üçün bir mesaj idi. Və mən 2012-ci ildə bir alim gəlmişdi Türkiyədən, böyük bir tədbir idi. Orada ona sual verdilər ki, bu olmuş əhvalatdır, yəni ki, mənim şahidlərim də var. Səhabələr, daha doğrusu birinci, ikinci xəlifə ilə xanım Fatimə Zəhra salamlı əleyhasında münasibət, o belə bir cavab verdi. Elə onun cavabı ilə də mən İnşallah fikrimi tamamlayıram. Dedi ki, onlar sonda gəldilər xanımın evinə, xanım yataqda idi, ağır xəstə idi. Dedilər ki, onlar gəliblər, xanım onlara tərəf üzünü onlardan döndərdi. Öz narazılığını, etirazını o şəkildə bildirdi. Elə bu kifayət edir. Demək, keçən dəfə biz bu məsələyə toxunmuşuq. Xilasətül Əskar kitabı var, zikirlərin xülasəsi kitabı. Bəlkə də keçən moizələrdə mən bunu qeyd eləmişəm. Orada yazırlar ki, xanım Fatimə Zəhra salamül əleyha buyurur ki, bir gün axşam Peyğəmbər Rəsulullanın yatağını hazırladım ki, yatmağa getsin. Yatmağa getməmişdən öncə dedi, qızım Fatimə, bu 4 əməli yerinə etməmiş yatma, yuxuya getmə. Dedi ki, birinci budur ki, çalış yatmamışdan əvvəl Qur'anı oxuyasan, tamamlayasan, xətm eləyəsən, başa vurasan. İkinci budur ki, Peyğəmbərləri özünə şəfaatçı qərar verərsən. Üçüncü, daha doğrusu budur ki, möminləri özündən razı salasan. Dördüncü budur ki, həc və ümrə əməllərini yerinə yetirəsən, ziyarət edəsən. Deyir, bunu dedi, başladı namaz qılmağa. Deyir, Allah Rəsulü namaz qılırdı, məni fikir götürmüşdü ki, görəsən, bu az bir zamanın içində Qur'anı xətm edim, Peyğəmbərlərin şəfaatçı, möminləri özümdən razı edim, həc, ümrə ziyarəti, bu necə mümkündür? Elə bu suallarla Həzrət Rəsulullah namazını bitirdi. Dedim, ya Allahın Rəsulü,
Mənə bir moizə elədin, bir nəsihət elədin, bir söz tapşırdın. Bayaqdan fikirləşirəm, düşünürəm ki, buna necə əməl edim az bir zamanın içində. Deyir, Həzrət bir qədər təbəssüm elədi. Dedi, qızım Fatimə, o ki, mən deyirəm, yatmamışdan öncə bir Qur'anı xətm elə. Dəfələrlə bu məsələyə toxunmuşum, buna diqqət edin. Mən neçə dəfə olub ki, bu hədisi təkrar sizin üçün demişəm. O ki, deyirəm ki, bir Qur'anı xətm elə, Qur'anın İxlas surəsini, Qulhuvallah surəsini bir dəfə insan oxusa gün ərzində Qur'anın 1/3-ni oxumuş olur. 2 dəfə oxusa Qur'anın 2/3-ni, 3 dəfə oxusa Qur'anı tamamilə oxunmuş insanın savabına verirlər. Yatmamışdan öncə 3 dəfə İxlas surəsini oxu. Məqsədim, qəsdim bu idi. O ki, deyirəm ki, peyğəmbərləri özündən şəfaatçı qərar ver. Həmişə yatmamışdan öncə peyğəmbərlərə salam salavat zikr elə. O ki, deyirəm ki, yatmamışdan öncə möminləri özündən razı qərar ver. Möminlər üçün istiğfar elə, bağışlanmaq istə. Bilirsiniz də, xanım Fatimə Zəhra salamu aleyhi, İmam Həsən əleyhissalam, İmam Hüseyin əleyhissalam dilindən gecə namaz qılıb, namazdan sonra əlini açıb dua edəndə hamını dua edərdi. Baxarlar ki, sonra özü üçün dua edərdi. Bütün hamısı ətrafındakı qonşu, qonum, tanıdığı, bildiyi hər bir kəs üçün dua edib bağışlanmaq istəyərdi. Dedi, qızım, əvvəl möminlər üçün dua elə, onlar üçün bağışlanmaq istə, onları özündən razı sal. Yəni, onlar üçün bağışlanmaq istəsən, elə bil ki, onları özündən razı salmısan. O ki, deyirəm ki, həc və ümrəni yerinə yetir. Yatmamışdan öncə Subhanallah və elhamdülillah və la ilahə illallahu və allahu əkbər. Bu zikri hər gecə yatmamışdan öncə zikr eləsən, elə bilginən ki, sən həc ümrə ziyarətini yerinə yetirmişsən. Elə bir insan yoxdur, onun çətinliyi olmasın, müşkil olmasın, hacəti olmasın. Bu öz yerində. Bir var müvəqqəti, çox da acınacaqlı olmayan çətinliklər, sıxıntılar. Bir də var insanın ruhunu, mənəviyyatını, içindən insanı narahat verən bir narahatçılıq var, bir hacətin var. Heç sürə çıxış yolu tapa bilmirsən. Bax, bu məclislər və xüsusən xanım Fatimə Zəhra salamu aleyha bunun üçün bir vasitədir. Bugün biz hacətlər qapısına gəlmişik. Bu xanım, neçə insan bu xanımın qapısına gəlib öz hacətini alıb. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, kimin böyük bir hacəti olsa, böyük bir çətinliyi olsa, böyük bir sıxıntısı olsa, böyük bir müşkül olsa, deyir xanım Fatimə Zəhra salamu aleyhanı təvəssül eləsin. Təvəssülün qaydası 2 rükət namazdan ibarətdir. Əs-salah, əs-salah, əs-salah. Başlanan 2 rükət namazdır. İxlas surəsi, Fatihə, İxlas, Fatihə, Kavsar surəsi. Bu surələrdən sonra namazı ki bitirdin, Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu, 3 dəfə təkbir, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Bayaq Hacı Emin qardaş qeyd edir, xanım Fatimə Zəhra salamu aleyhanın zikrini. Biz o qədər tez edirik o zikri. O zikri, demək, 2 rükət namaz bitdi, 3 dəfə təkbirat-ül ehram, Allahu Ekber dedik. Daha sonra xanım Fatimə Zəhra salamu aleyhanın o zikri ki var, 34 dəfə Allahu Ekber, 33 dəfə Elhamdülillah, 33 dəfə Sübhanallah. Mən özüm yavaş-yavaş deyirəm ki, siz hər biriniz yaddaşınızda bunu saxlayasınız. Bunu etdi mi insan? Və deyir ki, ondan sonra dərhal alnını qoyur səcdəyə. Səcdəyə qoyduqda deyir ki, Ya Mevlati Fatimə Əqisini. Bunu 100 dəfə. Səcdədə Ya Mevlati Fatimə Əqisini. Sadə bir zikirdir. Deyir, sonra sağ üzünü, sağ yanağını möhrə qoyub, səcdəyə qoyub, belə deyək, yenə 100 dəfə Ya Mevlati Fatimə Əqisini desin. Sonra deyir, sol üzünü, sol yanağını qoysun səcdəyə, möhrə, 100 dəfə desin Ya Mevlati Fatimə Əqisini. Sonra deyir, yenidən alnını səcdəyə qoysun, möhrə qoysun, torpağın üzərinə qoysun, desin ki, Ya Mevlati Fatimə Əqisini. 4-cü dəfə, 4-cüsündə alnını səcdəyə qoyub deyəcək ki, səcdədə 110 dəfə bu zikri deyəcək. Ya Mevlati Fatimə Əqisini. Bu zikri dedikdən sonra alnını qaldıracaq səcdə, əllərini qaldıracaq Allah dərgahına, deyəcək ki, İlahi Pərverdigara, sən and verirəm izzət və cəlalı və xanım Zəhranın haqqına
mənim müşkülümü, mənim hacətimi, mənim çətinliyimi, mənim istəyimi, hacətimi öz dərgahında qəbul elə. Xanım Fatimə Zəhra salamü əleyhə təvəssül edib 2 rükət istiğasə namazı qılıram qürbətən ilallah. Xanım Fatimə Zəhra salamü əleyhənin quslu gecə ilə oldu. Kəfənə gecə ilə büküldü. Namazı gecə ilə qılındı. Bir alim öz çıxışında qeyd edir, o ki, Xanım Fatimə Zəhra salamü əleyhə qusul verildi, kəfənə büküldü. Adət budur ki, yaxınlar, əzizlər gələrlər, vidalaşarlar. Xanımın da dəfnində barmaqla sayılası qədər adamlar vardı. Onlardan 4-ü, daha doğrusu 5-i, 6-sı ailənin üzvləri idi. Həzrət Əli əleyhissalam, İmam Həsən, İmam Hüseyn əleyhissalam, xanım Zeynəb, Gülsüm və bir də Fizzəni deyirlər. Deyir, Həzrət Əli əleyhissalam çağırdı İmam Həsəni, Həsənini, İmam Həsən, İmam Hüseyn əleyhissalamı, xanım Zeynəbi, Gülsümü çağırdı, dedi, gəlin ananızla vidalaşın. Bunu alim öz dilindən danışır, deyir ki, birdən xanımın əlləri o kəfəndən açıldı, o İmam Həsən, İmam Hüseyn əleyhissalamı qucaqladı. Deyir ki, Cəbrail əleyhissalam gəldi, dedi ki, ya Ali, ayır o balaları anadan, valideynindən ayır. Alim deyir ki, amma Kərbala hadisəsində Səkinə, Rüqəyyə gəldilər, İmam Hüseyn əleyhissalama yapışdılar ki, gəlib onlara deyən olmadı, onları ayır, onları qəmsi ilə İmam Hüseyn əleyhissalamın cəsədindən, cənazəsindən ayırdılar. Ələ lənətullahi ələ qavmizə. Sallallahu aleyhi ya Fatımetü Zehra o dem ki gusül verildim yaralı Zehra'nın çekildi üstüne göz Kara şal Zehra'nın Necə kim payız vaxtı yarpaqlar ağacdan tökülər Cenab-ı Mevla'nın o xırda balaları özlərin saldılar ana cənazəsinin üstünə Cenab-ı Mevla buyurdu bizdə balalarım özlərin öldürdülər Gəl kənar elə balaları Gördülər bu balalar özləri saldılar Xanım Fatimə Zehra'nın yaralı sinəsinə İmam Həsən ağa gəldi Xanım Zeynəb-i Kubra geldi, Ümmü Gülsüm geldi ama İmam Hüseyin ağa gelmedi. Cenab-ı Mevla buyurdu Hüseyin balama kurban olup sen de gel yine ananla ahir vida ele. İmam Hüseyin ağa buyurdu Atacan her vakit ben anamın kucağına gelseydim anam ellerini açardı beni ağuşuna alardı. Neden bugün anam ellerini açmır? Gördüler kefenin belleri açıldı. Hanımın elleri kefenden çıktı. Ev oğlum ben balalarımdan doymadım. Hanım o 4 tane göverçin balasın bastı bağrına. Ev oğlum değme balalarıma. Menden sonra balalarım giryan olar. Menden sonra balalarım mezlum oluyor. Ahuler gezer ağlar çölleri
Gezer ağlar. Bir evde ana ölse balaları halvete geçer ağlar. Halvete geçer ağlar, halvete geçer ağlar. Cenab-ı Ali özü bir kabri kazdı Fatıme'ye. Bu hale nazil idi Zülcelal-i Fatıme'nin. Koyanda kabre üzün nagahan seda geldi. Ele ki Cenab-ı Mevlam Hanım Fatıme'yi Zehra'nın neşini koydu kabre. Gördü hatıfı gaybiden ses geldi. Ali niye göğeribdir cebalı Zehra'nı? Meğer emanete bile bakarlar hem oğlu. Ah ben sana kızımı Hanım Fatıme'yi Zehra'nı emanet vermiştim. Peygamberin sesini alacak elimi üreylendi. Ya Resulallah, Ya Resulallah. Dil açtı söhmete hoş megali Zehra'nın buyurdu ya Resulallah. Hazalet temselleyen Ümme biha mene katir bu hale galip yandırar kalbimi ya Resulallah. Yandırar kalbimi Zehra'm. Utandırır beni senden cemal Zehra'nın. Bir de gördüler Selman Habaser gelip Cenab-ı Ali'nin kenarına. Ali balaların özlerini öldürdüler. Du gitme Hüseyin'i sakin deleme yol vur. Zeynep özünü öldürür. Ana deyip erşe çıkır. Gördüler Cenab-ı Cebrail erşten indi. Ali balalarını sakin dele. Allah'ın erşler zade gelip Ali dur balalar sakin ele. Hüseyin'in nevası Zeynep-i Kubra'nın noheleri Allah'ın erşini indi yandırar. Çekiler dama gözüm tenhayem. Bağla dil penceresin dünyaya. O gözü çıkardım vallah açaram. O göz kim ağlamasa ya Zehra'ya. Bilinmeyen kabri ve kurban olma hanım. Kabrimin torpağına kurban olup zevarisiz kabri ve kurban. Devası tapılmayan dertlere derman ile. Ama oğlu çok gül saralar. Hem oğlu çok gül saralar. Ağlama sana kurban. Ağlama sana kurban. Hem oğlu çok gül saralar. Ağlama sana kurban. Ağlama sana kurban. Bu sen bu ev bu balalar. Bu sen bu ev bu balalar. Ağlama sana kurban. Ağlama sana. Hanım Zehra Dilicer ağlama sana. Ali balalarım sana kurban. Ağlama sana kurban. Bu evde her
her derdu geme, bu evde her derdu geme. Sen de yanmışsan mende, sen de yanmışsan mende. Yatamadım çok geceler, yatamadım çok geceler. Sen de ağladın, ben sen de ağladın de. Hayal ele bir gül idik, hayal ele bir gül idik. Sen de solmuşsan mende, sen de sol mende. Ağlama sana kurban, hem oğlucan kurban. Bu sen, bu ev, bu balalar, bu sen, bu ev, bu balalar. Ağlama sana hem oğlu yanam bu geme. Oldu dergahım mektel, oldu dergahım mektel. Bu niskülüm bestü mene, bu niskülüm bestü mene. Fizzeye dedim tez gel, Fizzeye dedim tez gel. Benim gamim bestü sana, bala gami bestü sana. Koy gedim biraz dincel, koy gedim biraz dincel. Bu sen, bu ev, bu balalar, bu sen, bu ev, bu balalar. Ağlama sana kurban, ağlama sana kurban. Kenarime gelem olacağım, kemarine gelem olacağım. Sende ehdele, mende, sende ehdele, mende. Hüseyin düşende çukur yere, Hüseyin düşende çukur yere. Sende geleni mende. Hem oğlu gelende boş gelme ha, boş gelme. Gelende bir kase su getir, gelende bir kase su getir. Ağlama Xuda, afiyet. Gül saralar, hem oğlu çok gül saralar. Ağlama sana kurban. Elə bilirəm feyzimizi aldıq. İlahi ya Rab həmişə mən nalanəm, Ruzi şəyəm, Hüseyin-u Fatimə qəmindən nəvaxanəm. Gedincə kərb-i bəla dağı qəlbi Zeynəbdən, ayırma qunfuzi şümrüyə mərsədi, hər mələni cəhənnəmdə mariyə qrəbdən. İlahi ya Rəbb, mərhəmətündən bizə sən eylə niqah, bağışla bizləri Ali əbayə. Ya Allah, ya Allah, ya Allah. Allahümme erzugna fid-dünya ziyaretel Hüseyin ve fil-ahirete şefaatel Hüseyin. İlahi ya Rabbi azadarlığı cəmi istəyənlərindən, aşıqlərindən, mömin-möminatından qəbul elə. Dərdinə dəva tapmayanları Xanım Zəhra qapısından bəhrəmənd elə. Qıl bir nəzər əhvalimə, qıl bir nəzər əhvalimə. Yoxdur qərarım ya Əli, yoxdur qərarım ya Əli, yoxdur qərarım ya Əli. Aləm yanar bu halimə, aləm yanar bu halimə.
gel ey güzarım ya Ali, gel tacidarım ya Ali, gel tacidarım ya Ali. Kıl bir nazar ahvalime, kıl bir nazar ahvalime, gör ahuzarım ya Ali, gör ahuzarım. Alem yanar bu halime, alem yanar bu halime, alem yanar. Yoktur kararım, yoktur kararım ya Ali, yoktur kararım. Ali ey tacidarım hele tam, ey tacidarım hele tam, hadden aşıp cavri cefa, hadden aşıp cavri cefa. Zehra kalıp düşman ara, Zehra kalıp düşman ara. Ey şah suvarım ya Ali, ey şah suvarım. Kıl bir nazar ahvalime, kıl bir nazar. Derdi olanlar desin, kıl bir nazar valime, gör ahuzarım ya Ali, gör ahuzar. Alem yanar bu halime, alem yanar bu halime, alem. Yoktur kararım, yoktur kararım ya, yoktur hem oğlucan ya Ali. Bak bu celal-u cahime, bak bu celal-u cahime, kalbimde tuti ahime, kalbimde tuti ahime. Od verdiler dergahime, od verdiler dergahime. Ciddi kararım ya Ali, ciddi karar. Kıl bir nazar ahvalime, kıl bir nazar ahvalime, kıl bir ahval. Gör ahuzarım, gör ahuzarım ya Ali, gör ah. Alem yanar bu halime, alem yanar bu halime, alem yanar. Yoktur kararım, yoktur kararım ya, yoktur Ali. Çoktur emali mühnetim, çoktur emali mühnetim. Oldu diğer gün haletim, oldu diğer gün haletim. Kalmadı tabu takatim, kalmadı tabu takatim. Ümidvarım ya Ali, ümidvarım ya Ali. Süratle şiir kirdi yar, süratle şiir kirdi yar. Kıldı kapıya tün nezer, kıldı kapıya tün nezer. Gördü değer Zehra'yı zar, gördü değer Zehra'yı zar. Ey tacidarım ya Ali, ey tacidarım ya Ali, ey tacidarım ya Ali. Gördü olup şöyle var, yanar kapısı serbeser. Durmuş hitap eyler zebes, sen şikarım ya Ali, sen şikarım ya Ali, sen şikarım ya Ali. Kıl bir nazar ahvalime, kıl bir gör ahuzarım, gör
ahuzarım ya Ali gör azar. Alem yanar bu halime, alem yanar bu halime, alem yanar bu halime. Yoktur kararım ya Ali, yoktur kararım ya Ali, yoktur kararım ya Ali. Yatma Necef'de ya Ali, yatma Necef'de ya Ali. Gel bu diyara ya Ali, gel bu diyar Ali. Yatma Necef'de ya Ali, yatma Necef. İşim düşübdü müşküle, işim düşübdü müşküle. Gel eyle çare ya Ali, gel eyle çare ya Ali. Gel eyle çare ya Ali, gel eyle çare Ali. Yatma Necef'de ya Ali, yatma Necef. Gel bu diyara ya Ali, gel bu diyar. İşim düşübdü müşküle, gel eyle çare ya Ali, gel eyle çare ya Ali. Gel eyle çare ya Ali, gel. مدد یا علی یا ساقه کوثر غضنفر شه قنبر ایا فاتح خیبر ایا فاتح خیبر غضنفر شه قنبر ایا فاتح خیبر مدد یا علی یا ساقه کوثر غضنفر شه قنبر علی یا ولی الله علی یا ولی الله علی یا ولی الله علی علی یا ولی الله علی یا ولی الله علی یا ولی الله مدد یا علی یا ساقه کوثر غضنفر شه قنبر إنه زين عباد سبقوا بالحسرات إنه زين عباد سبقوا بالحسرات حجة الله على الناس عليه الصلوات حجة الله على الناس عليه الصلوات علي يا ولي الله علي علی جانم سنجا خدایا bizi زوار اله کرب بلایه öpey kabri Hüseyin'i geley anavayem Hudaya bizi zavvar şerb-ü belaya öpey kabri geley anavaya canım sen canım canım sen canım canım sen canım canım بحق الحسين يا الله يا رحمن يا كريم أما يجيب المضطر إذا دعاه ويكشف السوء أما ويكشف السوء İlahi ya Rab günahlarımızı affeyle, tövbelerimizi kabul eyle, dünyamızı abad eyle, ahiretimizi xeyr elə, ölənlərimizi, xüsusən şəhidlərimizin ruhunu şad elə. İlahi ya Rab qalanlarımızı, xüsusən əskərlərimizi səlamət elə. İlahi ya Rab əqlimizi nəfsimizə qalib elə. Ya Allah cəmaatımızı bizdən sonra gələn nəsilləri ədəbli, əxlaqlı, elmli, imanlı, təqvalı bəndələrdən qərar ver. Bi haqqil haqq nəbiyyil mutlaq. El-Fatiha.